Müsahibimiz Xankəndi Futbol Klubunun futbolçusu Mirməhsin Caniyevdir. Mirməhsin, ilk öncə təbrik edirik. Komanda bugün yenə vacib qələbə qazandı. Sən ilk golunu vurdun bugün yeni komandanın heyətində. Həyəcan var mıydı? Oyunu dəyərləndirdin, necə oldu? Həyəcan demək olmaz. İlk oyunum idi. Şükürlər olsun, gol vurdum. Sevincliyəm. İnşallah ardı da gələcək. Özümə inanıram. Bilirdim ki, gol vuracam. Onu başa düşdük. Keçən oyunla müqayisə eləsək, keçən dəfə liderə qarşı oynayırdınız, qalib gəlib birinci yerə çıxdınız. İndi sonuncu yerdə gedən komanda ilə qarşılaşırdınız. Yəni necə dəyərləndirərdiniz? Ümumiyyətlə çempionatda belə oyunlar olur. Biz bilirdik əslində belə çətin oyun olacaq. Şükür olsun ki, bu oyunu çətin olsa da çıxartdıq. Yəni indi komandada ab-hava yaxşıdır. İndi gələn oyunlara köklənməliyik. Nə çatmadı səncə ilk hissədə məsələn oyunu tarihi? Uşaqlarda biraz əminlik var idi. Həmzələrdən sonra oyun taktikası dəyişdi və birinci uşaqlarda əminlik var idi özündə ki, yəni çıxacağıq, udacağıq, amma olur belə çətinliklər olur. İkinci hissədə yəqin ki bir toparlandıq, uşaqlar özünə gəldilər. Araz saltı da yaxşı idi, maşallah. Oldu, təşəkkür edirəm, sən də komandamda uğurlar. Çox sağ ol.